o zaman insan çaşacaq ki, alimləri dinləməyəndə. Bugün axı üzr istəyirəm, cihad məsələsi. Bu, yəni belə deyək də, fikrin bir hissəsini götürüb başqa hissəsini buraxa bilərik. Yaxşı, cihaddan gəl danışaq. Cihad barədə kim hökm verir? Kim hökm verir cihad barədə? Hə? Əmirlər və alimlər. Əmir sahibi tək yox axı. Əmirlər və alimlər. İkisi bir yerdə ittifaq edir və onda cihad hökmü. Və sana bu məsələlər alimlərə qayıdan məsələdir. Bu məsələ yox, icma oldu, ixtilaf oldu, bundan gedmir. Yəni, alimlərə qayıdan məsələdir. Yəni də deyirəm, əxi, qardaşlar, yəni də bu təkrarlayıram, təkidlə. Yəni, ən azından belə götürək, bugün alimlərin ən çox olduğu ölkə hansı ölkədir? Saudiya. Alimlərin ən çox olduğu ölkədir. Və oradakı alimlər, yəni bu tipdə, bu yöndə danışan insanları təkfirçilikdə və xavariclərin mənhəcinə müvafiq danışmaqda, müvafiq olmaqda ittiham edirlər. Və belə də etiqad edirlər, belə də bilirlər və bu məsələdə alimlər axı, yəni hamısı buraydadır. Saudiya olsun, Misir olsun, İordaniya olsun, hamısı buraydadır. Və salam. Yəni, əmirlər barədə, üzr istəyirəm, rəhbərlər barədə, açıq. Üstü örtülü gedir. Yox, üstü örtülü deyil, yox axı. Səbirlə. Burada hər şey açıqdır. Məsələ budur ki, axı, bu, qardaş, bu mövzular, yox, qardaş, bilirsiniz, qardaş emosiyana danışır da. Axı, qoy, desin, qoy, sən səbirlə, bildim, yox. Biz də faydalanırıq. Qardaş, axı can, şəri məsələlər belə deyil, axı, biz burada günah qazanırıq. Siz bu başa düşməlisiniz. Allahın dinindən, axı, yox, axı, Allahın dinindən, qardaşlar, Allahın dinindən, axı, biz günah qazanırıq. Mən şərait yaradıram ki, qardaş, Allahın dilindən elimsiz danışsın. Bu, günaha həlakə sürüklənməkdir. Düzgün tərbiyə olmalıdır. Düzgün tərbiyə yoxdur ortada. Bu, xavariclərin tərbiyəsidir. Bunu başa düşmək lazımdır. Bu məsələdə heç bir alim ixtilaf etməyib. Bütün alimlər ittifaq ediblər bu məsələdə. Bu tərbiyə, Əhl-i-Sünnə vəl-Cəmaənin tərbiyəsi deyil. Bu, söhbət deyil bu söhbət. Biz Allahın dinindən, axı, öz hissiyatlarımızla danışırıq. Hissiyatlarla. Uca keçdik nəyə? Sisidən, indi Saudiyanın. Bu sələfi mənhəc deyil. Bu sələfi mənhəc deyil. Axı, nəfs, üzr istəyirəm, nəfs, səbirlə, nəfs o mənada deyil ki, qardaş. Axı, nəfs mən səni o mənada demirəm ki, nəfs, yəni öz nəfsin, Rusa şkuran. Yox. Yəni, ixlasın ziddi mənasında demirəm. Nəfs, yəni elimsiz, emosiya. Elimsiz, əxi. Bunu deyirəm mən. Nəfs deyəndə elə başa düşmə ki, yəni mən deyirəm ki, qardaş, sən öz nəfsinlə özünə görə danışırsan. Yəni, hə? Yox, mən sənə deyirəm ki, qardaş, mən sənə deyirəm ki, və səni əmin edirəm. Necə əmin edirəm? Demirəm, amma mən deyəni qəbul et. Deyirəm ki, ged araşdır. Bu mənada əmin edirəm ki, sən Əhl-i-Sünnə alimlərindən bu tərbiyəni görməyəcəksən. Əhl-i-Sünnə alimlərinin yanında yetişənlərdən bu tərbiyəni bu məsələlər bütün dünyada var. Misirdə də belədir, Saudiyada da belə, tək burada deyil ki. Hər yanda belədir. Və hər yanda yaşayan Əhl-i-Sünnə alimləri bu cür danışan insanlardan insanları çəkindirirlər. Ki, onlarla danışmayın, onlarla oturub durmayın. Niyə? Çünki bu xavariclərin məzhəbidir. Bu xavariclərin mənhəcidir. Və salam. İxlasla.com saytı tərəfindən təqdim olundu.